Tələbəm Fərid bəylə bugün şəhər daxil ilk dərsimizdir. Azad sürətli Fərid. Bax, uzaq və geniş bax qardaşım ilk dərsi öyrənmişdik. Yaşı yansa da, amma qarşıda sıxlıq var. Deməli, sürətimizi azaltmalıyıq. Düzdür, biz yola ilk dəfə çıxırıq. Amma bundan öncə bir neçə dərs biz səninlə bağlı meydança və gərginlik azaltmada sürmüşük. Dönmə qaydaları, manetmə qaydalarını öyrənmişik. Arxa-arxaya sürünməyi öyrənmişik. Parklanmanı öyrənmişik. Və indi ilk dəfə yola çıxırıq. Bax Fərid, əziz qardaşım, bildiklərimizi, orada öyrəndiklərimizi burada tətbiq edəcəyik. Orada da maşınlar görürdüm, orada da insanlar gördüm, amma bu qədər görmürük, düzdürmü? Biz tələbənin ilk dəfə yola çıxarmırıq. Çünki ilk dəfə yola çıxarsaq, buna birinci qanun icra vermirik. İkincisi, qarşıda U dönüşəcək. Sola dönmə işini yandı, biraz artır. İkincisi, tələbə ilk dəfə həyəcanlı olur, qardaş. İlk dəfə bu qədər maşın səni çıxartmaq olmaz onu. Öyrətmək lazımdır, sonra yola çıxartmaq lazımdır. Bax, maşının ortası keçsin, piyada keçsin, sonra axıra kimi yolu döndür. Keç piyada keçsin, keç sonra. Ay sağ, fırla, aferin. Orta əlini düzəlt. Ay sağ, biraz artıraq, əl açsan. Bax, geriyə dönərkən Fərid, birinci, ikinci, üçüncü yol, hər bir zola düşə bilərsən. Qanun bunu necə verir? Sola dönərkən də hər bir zola düşə bilərsən, əksə çıxmadan. Amma sən gördün, orta zola düşmüşdün deyə, yəni düşmüsənsə artıq sağa sola maşını qaçırtma. Çünki bax, bizim də arxamızdan sol zola düşməyə çalışan var idi. Aydındır. Özün necə istəyirsən Fərid bəy? Rahatsan mı? Maşallah olsun. Bu bir nəyin nəticəsidir? Bu ilk dərsdə biz yola çıxmamamızın nəticəsidir. Artıq sən sürürsən. Təbii ki, qüsurlarımız olacaq, səhv eləmə ehtimalımız var. Çünki öyrənməyə gəlmişik. Əsas odur ki, biz səhvlərimizdən nəticə çıxardaq və öyrənək. İşıqforun qırmızı işıqdır. Bax, sağımızda baş yol nişanı görürsən, sür. Baş yol nişanı qüvvədən düşüb alacaqda. İşte işıqforda baş yol nişanı və tələsmə, qoy geçsin. Bax, qoysan necə tələsir, qoy keçsin, geçsin. Aha, baş yol nişanıdır və yol ver nişanı və stop nişanı. Bu üç nişan üstünlük nişanlarından olan bu üç nişan işıqforda qüvvədən düşür. İndi uzaq və geniş bax, nə rəng görürsən svetoforun rəngini? Qırmızı. Bax, o tələsən maşınla nə baş verir? Getdiyin orada dayandı. Hə, yəni bax, səbirsiz sürməyin mənası yoxdur dostlar. Sən də dayanacaqsan, biz də dayanacağıq. Demək olar ki, iki maşın arxaya, iki maşın qabağa. Çox qabağa keçmədi. Ona görə sürüşən arxasında nə səbirsizlik eləmək olmaz, nə tələsmək olmaz, nə çox lənk davranmaq olmaz. Oldu mu? İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Mən sizə uğurlar arzu edirəm. Siz də sağ olun.